Mən özümü bildim bileli qarışıq duyğular yaşayan bir insanam. Yəni ki, necə qarışıq duyğular? Yəni bir gün çox xoşbəxt ola bilərəm. Çox üzüldüyüm ərəfədə də çox xoşbəxt ola bilərəm və təzədən yenə o üzüldüyüm ana qayıda bilərəm. Və əksinə çox xoşbəxt olduğum bir dönəmdə də çox üzülməyi yaşaya bilərəm. Təzədən yenə o xoşbəxtliyə qayıda bilərəm. Qəribə bir şeydir. Bu aralar gecə yatıram. Bizə söhbətlanıram. Gecə yatıram və gecə yatdığım üçün də üzüm səpir. Mən öz üzümü səpməyinin nədən olduğunu, nədən qaynaqlandığını tapmışam. Bir hardasa 2 ay bundan, 3 ay bundan qabaq. Hər şeyin çox gözəl olduğu vaxtlarda mən tez yatırdım. 12, 1 keçmirdi. 12-də 11 olurdu arada. Amma 12 mənim yatma vaxtım idi də. Və üzüm şüşə kimi olmuşdu həqiqətən. Yəni makyajım da çox gözəl dururdu. Ümumiyyətlə üzüm tərtəmiz idi, fərah idi üzüm. İnsan 3-də 4 yatdığım üçün problemlərdən dolayı, çox düşünməkdən dolayı, çox düşündüyüm üçün bu aralar özümü filmə vermişəm. Çünki film məni reallıqdan qoparır. Və mən də izlədiyim, oxuduğum şeylərin təsirinə tez düşən insanam. Ona görə bir müddət onun təsirində qalıram. Elə bilirəm ki, onun içindəyim. Ona görə özümü elə bil ki, var olan problemlərimdən uzaqlaşdırıram. Bir ara bir kinoya baxmışdım. Çox boş kinoydu. Amma o qədər təsir eləmişdi ki mənə. Onun təsirindən çıxa bilməmişdim. Belə boşluğa baxıb onu düşünürdüm. Elə bilirəm orada yanmış kimi. Ya da həmin o şərtlər mənə sunulsaydı mən nə edərdim kimi düşünürdüm. İndi də özüm üçün xilas yolu kitaba verməkdir özümü. Çünki kitab oxuyanda yenə o hekayənin içinə düşürəm. Və özümü o ana karakterlərdən biri hiss eləyirəm. Ki, ya da mən oyam falan. Və özümü az da olsa o həyatımın o main karakterindən çıxarıb ora atıram ki, mən oyam da, yəni onunla ilgilən, başqa ondan qat. Və yaxud da filmlərdə olsun. Filmlərdə də eyni şəkildə. Məsələn, bir kinoya baxıram, bir eşq filmidir və özümü o ana xarakterdəki qızın yerinə qoyuram və o eşqi yaşayıram, belə deyim, o şeyi yaşayıram ki, belə olsaydı məndə necə olardı filan, araşdırıram, eləyirəm. O film qurtarandan sonra film qurtarmır da bu arada, yəni biraz şeylərsən, baxırsan, eləyirsən, fraqmentlərinə baxırsan, mənasına baxırsan, nəyəsə filan, çıxmıram onun təsirindən. Yəni demək istədiyim, biraz fikirlərdən qaçmaq üçün özümü başqa fikirlərə yönəldirəm. Bu da mənim gec yatmağıma səbəb olur. 4-də, 5-də, yəni 6-ya qədər yatmağımda olur bu aralar. Çox sağlıqsızdır. Rejimim tamamilə dəyişib. Özümü yığa bilmirəm. Bilmirəm, yəni bu yaxşı bir çıxış oldu mu? Özümü məşğuliyyətə vermək. Yəni, beynimi məşğul tutduqca düşünürəm ki, bəlkə daha az fikirləşərəm, daha az nəylər üçünsə qayğılanıram. Bir də tək olduqda, düzü tək olmağı sevirəm və tək vaxt keçirirəm. Bu neçə vaxtdır, son bir ayda demək olar ki. Tək olanda daha çox öz düşüncəmlə baş-başa qaldığım üçün daha çox üzülürəm və daha çox təsirinə düşürəm həmin o pis düşüncələrə. Amma yanımda bir insan olanda həmin insan mənə təsəlli eləyə bilir və yaxud da mən o şeyin içindən ala bilir də, gülərək, danışaraq, nəsə başım qata bilir. Mənim başım qatılmadığı üçün kimsə mənə başım qatmağa məcbur deyil. O ki, mən elə özümü yuxudaymış kimi hiss eləyirəm. Öz düşüncə. Bir də yuxularda mənə çox təsir eləyir bu aralar. Çünki yuxularımda hər gün birini görürəm, hər gün bir problemi doğuracaq bir insanı görürəm. Nə bilim, mən niyə bunu gördüm ki? Görsən mən bunu niyə gördüm? Girim araşdırım filan. İzlərəm, yozdururam, nəsə daxildə. Əlimdən gəldiyicə nə qədər yozdura bilərsiniz. Sadəcə bir şey haqda, bir ipin ucunu tutmağa çalışıb ki, bu nə idi, bu nə yuxu idi. Yuxular da biraz mənə yorur. Əslində yuxu görməyi sevirəm, biraz mənə işarə verdiyini düşünürəm. Ona görə yuxu görəndə özümü yaxşı hiss edirəm.
Və dünən bir adak adadım. İynədim. Dedim, içimdəki o istək olsa bir həftə bir şeylərə yemək verəcəm ki, verirəm zaten. Burada daha artıq verəcəm. 3 verirdim, 5 verəcəm məsəl. Öyle olurmu? Çox vaxt o dəfə gördüm, dedilər ki, bəs elə eləyəndə olur da arzu. Mən də belə bir şey elədim. Qoyun kəsəcəm filan, yaxşı ki deməmişəm, bilən olar yəni qoyun kəsə bilmərəm. Abşım uşaqlar, demək istədiyim, rejimi düzəltməyin necə bir yolu var, bilmirəm. Düzələr deyə ümid edirəm sadəcə. Və psixiatra görünməyi düşünürəm. Düzdür, mənim biraz o barədə fikirlərim idi. Ay psixoloq, ay psixiatr, nə bilim nə, boş şeydir, pul tələsdi filan. Bilmirəm. Mən çünki özümdə bəzi, necə deyim, diaqnoz qoyulacaq psixoloji vəziyyətlərin olduğunu düşünürəm. Çünki mənim bu qədər psixoloji cəhətdən acı çəkməyim və əziyyət çəkməyim normal deyil. Mən elə düşünürəm. Çünki bu danışdıqlarımdan daha çoxu mövcuddur. Daha artığı. Və mən baş eləyə bilmirəm bundan. Ona görə bir psixiatra görsənməyi və özümə bir diaqnoz qoyulmasını istəyirəm ki, bu nədir? Niyə yaşayıram bunu? Məsələn, bu qədər də böyüdüləsi bir şey deyil. Mən niyə bu qədər əziyyət çəkirəm falan deyə. Və o deyə bilər ki, sən buzan, bu dərmanları al. Bilirəm ki, o dərmanlar məni keyləşdirəcək və həyatımı soyutlaşdıracaq, alacaq mənə belə olacaq. Ki, ətrafımda çox insanlar olub belə və dərman qəbul edən insanlar, hamısı ölü kimi dediyim, yəni yanlış anlaşılmasın, yəni biraz daha ruhsuz və daha belə stabil, belə deyim, yəni necə izah edeyim bilmədim. Və bundan narahatam. bir də maddiyyat baxımından narahatam ki, yəni buna bir gözüm çatarmı, yəni davamlı getməyə və yaxud da davamlı dərmanlarımı davam etdirməyə. Və mən bunu əminəm, bir şey çıxacağından çox əminəm. Əslində buna görə də getmək istəmirəm. Bir yandan da bir şey çıxacaq çünki. Bilmirəm, bəlkə də gedərəm. Amma yaxşı psixiatr tapmaq lazımdır. Bilmirəm, birinci bəlkə psixoloqa getməliyəm. Heç bir fikrim yoxdur bu barədə. Soruşa biləcəyim insanlar varsa özümü şey kimi hiss eləmək istəyirəm. Sən gedirsən də mən dinəndə, mən də sizini görürsəm. Bu algılı yatmaq istəyirəm. Elə bir ki, bu xəstəliklə övünürəmmiş kimi olmaq istəmirəm və yaxud da bu problemlə övünürəmmiş kimi olmaq istəmirəm və yaxud nə bilim. Bəzi toksik düşüncələr var da, onlarla bağlı. Ona ki, maraqlana bilmirəm ki, belə sən gedirsən, bəs mənə bir məsləhət görə bilərsənmi falan deyə. Neysə, yenə öz düşüncələrim arasında boğuldum və sizi dora qatdım. Bu qədər uşaqlar. Bugünkü danışacaqlarım bu qədər. Bir də bu aralar çox yazıram. Və bu yazma məni sakitləşdirirmi, yoxsa daha da tetikləyirmi bilmirəm. Çünki şey yazmağa buraxmışam, necə deyim, özümlə bağlı. Məsələn, bugün bunu elədim, bu oldu, belə hiss edirəm falan yazmağa yox. Çelişkidə olduğum insanlara yazmağa daha uyğun gördüm. Dedilər ki, birinə bir şey deyə bilmirsinizsə, içinizi boşalda bilmirsinizsə, yazın. Dedim, okey, hər gün birinə məktub, birinə yazı. Bilmirəm, bu mənə necə təsir eləyir, amma çünki açıb oxuyuram. Deyirəm, təzə bir şey tapdım yazmağa, onu başlayım yazmağa. Nə bilim, bilmirəm. Amma qəşəng yazıram. Qəşəng məktublar yazıram. Yəni, sözlərimin mənaları xoşuma gəlir və qəşəng yazıram. Yazdıqca yazmaq istəyirsən. Bir də o var. Neysə, mən hazırlaşıram. Çıxıram çölə. Mamama hədiyyə alacağım. Ad günüdür, 2 gün sonra. 8 Martda pox keçdi. Düzdür, ailəmdən keçirdim, amma əli boş. Hədiyyəsiz, çiçəksiz. Heç nə olmaz, çələr, gələn il 100%, ruj 100%. Gələn ruj məncə sondur. Məncə, ümid edirəm ki, yaşasaq o vaxtda, müharibə çıxmasa, sağ qalsaq. Gələn il çox gözəl şeylər olar, ümid edirəm. Gələn olmasın, sabahdan başlayaraq gözəl şeylər olsun, ümid edirəm. Davaycım, пока.
Sen başa bela dilber, her derde deva esmerce. Ay benimdeki kemer olayım, saçındaki taka, elindeki kemer olayım. Ah, saçındaki taka olayım, nefesin olup içine dolayım. Deməli, bugün avtobusdaydım. Yanımda balaca bir dənə qız oturmuşdu, 12-13 yaşlarında. Oturdum belə, mahnı qulaq asıram. Qız belə döndü mənə baxdı. İmini babamın mimikalardan ona oxşatmağa çalışacağım. Döndü belə mənə baxdı. Belə elədi. Mən də baxdım, gülümsədi. Sonra üzünü çevirdi. Sonra bir də baxdı belə. Başladı danışmağa. Danışdığımı gördüm, danışıq çıxartdım. Dedim, çox gözəlsiniz filan. Dedim ki, çok sağ ol sen de. Dedi ki saçlarımız öz saçlarımız. Dedim ki beləydi də, buyur. Dedim ki hə də öz saçlarımdır. Mən də istəyirəm saçımı əslində qara eləmək. Mamam deyir qoymur. Dedim ki hələ sən balacasan da, yəni hələ indi eləmə. Hələ qabaqda boyayacağın çox vaxtlar olacaq da. Yəni indidən yıpratma saçını. Sonra başladı öz məktəb həyatından falan danışmağa. Mənim adımı soruşdu. Maması nə elədi? Dedi ki, və o qədər özgüvən, söhbətdən danışarım, o qədər özgüvənli bir uşaq idi ki, yəni o qədər mədəni, o qədər tərbiyə edilmiş bir uşaq idi ki, yəni bilinir ki, evdə bu adam tərbiyə görür də. Çünki telefonu çağırır, üzülü saat 2 dəqiqə gözləyir, falan belə eləyir. Sonra maması zəng etdi, dedi, mama yanımda şirin bir dənə qız oturur. Yəqin maması soruşdu kimdir falan, dedi, adı Nərmindir. Bəs 22 yaş var belə elədi. Mənim o yaşımın böyük olması ona belə həyəcanlı gəlirdi. Hiss olunurdu belə səsindən falan, danışığından sonra. İşte sonra öz məktəb həyatını danışdı. Musiqi ilə məşğul olunmuş, piano, nə bilim, xora getmiş. Adını da soruşmadım, belə fikirdim getdi, söhbəti qarışdı. Fikrimlə adını soruşa bilmədim. Bir dəqiqə müştəri gəlir. Bir müəllimi var imiş, onu çox həvəsdən düşürmüş, ondan danışdı. Necə ona əsəbi olduğunu falan danışdı belə. Belə o qədər doğrudan da belə necə heç çəkinmədən, heç utanmadan. Mən olsam məsələn uşaq, elə o yaşlı uşaq olsam çox çəkinərdim, çox utanardım kimləsə danışmağa, öz həyatımı danışmağa ki, ay birdən sıxaram, ay birdən maraqsız olar. Yəni əsla da fikrimdə belə deyil, yəni vecim belə deyil də. Yəni özünü çox kaptırdı, danışmağa davam edir və mənim çox xoşuma gəldi də. Yəni məsələn o qədər də maraqlı bir söhbət olmasa da mən ona belə o qədər qulaq açdım ki, yəni o qədər qulaq astım ki, yəni detallı yadımda da nə danışdıq, prosta indi yaddaşım zəifdir, yadıma düşmür nə danışdıq, başqa nə danışdıq, məktəbdən danışdı, sonra sevdiyim musiqilərdən danışdı, biri ayrılışa qulaq asıram, dedim ki, mən də qulaq asıram falan. Dedi, sizin nə belə hobiləriniz var? Dedim, rəsm çəkirəm, orada kitab oxuyuram, nə bilim, dedim, gəzirəm filan. Dedi ki, bilinir onsuz, rəsm çəkə bildiyiniz. Dedim, çox gözəl, iltifatlıq falan edir. Çox xoşuma gəldi. Çox belə günümü yaxşı başladım da, gün başlanğıcı da oldu deyə. Günümü çox yaxşı başladım, mən çox yaxşı motivasiya elədi, belə deyim. Və doğrudan da çox mədəni insan idi, yəni çox belə tərbiyə edilmiş. Böyük ehtimal ki, gələcəkdə də çox yaxşı yerlərə gələ biləcək bir insandır. Adını soruşmadım, mən ona heyflənirəm. İndi şahidim ol dəli ürəyim, bəlkə təsəlli tapar səndə ürəyim, amma onu sevirəm, ah neyləyim. Öyrət ona sən öyrət sevməyi. Bu aralar heç işləm yoxdur. Yeyə bilmirəm ümumiyyətlə. Bir də məndə bir dənə, bilmirəm, çoxunda böyük ehtimal var.
Məsələn, oturmuşam yemək yeyirəm mən iştahla. Ağlıma bir dənə üzüldüyüm və yaxud da belə çox əsəbləşdiyim, nə bilim, ya da belə çox mənə bezdirici bir şey gəlsin, o dəqiqə dayandım, yeyə bilmirəm. Əsla iştahım kəsilir, çox ac olsam belə yeyə bilmirəm də. Ürək bulanmam gəlir. O dəhşət bir şeydir. Nə deyəcəydim? Niyə? Çünki bütün duyğuları uc nöqtələrdə yaşayıram belə, yəni xəyal eləyə bilməyəcəyiniz dərəcədə. Üzüntünü belə, yəni şey kimi yaşayıram. Öləcək dərəcədə üzüntülü. O qədər böyük bir şey deyil ha. Öləcək dərəcədə onu yaşamalıyam mən. Göz yaşlarım tökülməlidir, axmalıdır, dayanmamalıdır filan. Bir yerdən sonra qurumalıdır, sonra təzən. Yəni, bu qədər. Məsələn, sevinci necə uc nöqtələrdə yaşayıram? Məsələn, mən birdən bir duyğum gəlir. Uy da, nə zor gündür. Belə oluram. Əsla ortada bir şey yoxdur. Şey oluram, ayda bu gün çox xoşbəxtəm mən. Gedim hamını qucaqlayım, yeyim, doyum falan. Mən beləyəm. Hamının üstünə atılmaq istəyirəm, belə hamı ilə şey olmaq istəyirəm, falan olmaq istəyirəm. Və qəribə bir şeydir və mən bunu özümə çözə bilmirəm ki, bu nədir də məndə. Arada gəlir, durmursan belə. Ayda falan oluram belə. İstəyirəm hamıya sevgi göstərim, istəyirəm hamıya belə şey olum. Belə çox qəribə bir xasiyyətdir. O anında sölə bilir. Ona görə ondan nifrət edirəm. Arada üzüntü də gəlir belə, bir anlıq belə şey. Çox xoşbəxt olduğum vaxt. İndi məsəl üçün stabil olaraq üzülmüşəm deyə, stabil olaraq üzüntülü bir vaxt keçirirəm. Yəni ona görə o məndə olmur. Amma məsələn tutaq ki, heç bir şey yoxdur, hər şey qaydasındadır və üzüntülü olduğum bir şey yadıma düşür. Və yaxud ümumiyyətlə bir sıxıntı gəlir içimə. Anında bir belə qalıram da belə sıxıntı içində. Onda da şey olur. Üzülürəm, ağlamaq istəyirəm, hər şeyi bir dramatikləşdirmək istəyirəm. Mahnı qoşub ulamaq istəyirəm. Yəni belə oluram. Həyəcan olsun. Həyəcanı belə, yəni boş-boşuma bir kiçik bir şeydir ya, həyəcanlanmalı bir şey yoxdur. Yəni elə həyəcanlara, elə bil ki, yəni nə bilim, nə misal verim də, yəni çox həyəcanlanıram. Mən stres doğrudan da mən həmişə deyirəm ki, məni nə öldürməsə, bu stres öldürəcək və həyəcan öldürəcək. Çünki mən ürəyim çıxacaq kimi hiss edirəm belə yerindən. Belə nəfəs ala bilmirəm, titrəyirəm. Belə şey oluram, belə tənginəfəs oluram və əllərim falan tərləyir. Ki, normalda mənim əllərim heç tərləməz, tərləyən bir insan deyil. Əlim qupqurudur, əlim var. Yəni belə şey oluram və belə barmağımın uclarından belə qıcıqlar gəlir. Belə qəribə bir şəkildə bir şey oluram. Qəribə hisslər keçirirəm, yəni. Başqa nə hiss qaldı? Əsəbi məsələn üçün. Əsəbi olanda da mənim yadıma bütün əsəb olduğum şeylər düşür. Həmin insanla bağlı və yaxud da nə bilim, həmin olayla bağlı mı deyim, ya da həmin gün ərzində yaşadığım bütün olaylar düşür və əsəbimi həmin insana tökə bilirəm. Düzdür, bunu eləməməyə çalışıram. Çünki normalda mən ətrafımda o qədər adam saxlamıram ki, dəqiqədə bir kiməsə şey olum da, əsəbimi tökürəm. Yəni bu çox ya mamam olur. İndi mamam da burada haqsızdır deyə bilmərəm, ya da haqlıdır deyə bilmərəm. Çünki bəzən mən o qədər əsəbləşdirir ki, canım, anam. İstər-istəməz mən bütün stresimi, bütün əsəbimi ona tökmək zorunda qalıram. Çünki haqsız yerə eləyir. Bəzən də haqlı olduğu durumlar da olur. Çünki yersiz yerə səsimi yüksəltdiyim çox olur da. O da mənim o stresimdən və gününün gərginliyindən qaynaqlanır ki, mən şey edim. Bacıma olur. Bacıma necə olur? Bacım yazdığı günah olur, çox babasıcı bir şeydir ki, mən bunu bura qoy, məsələn. Ki, mənim öz əşyamdır. Və mən o əsəb keçirəm, o dəqiqədə bir deyirəm, yəni dəqiqədə bir deyirəm ki, qoyacam da dururam indi falan. Durmuram, məsələn, deyirəm. O deyir, mən əsəbəşə ona çıxıram ki, bəsdir də falan, o küsür mənlər. O da küsməyindən zəhləm, gedir nəzrindən küsməyindən nifrət eləyirəm də. Düzdür, tez barışırıq. Yəni ki, belə şeydə bir dənə video atsın mənə, eləyək, gülək yəni. Belə. Yəni belirsizlikdən də zəhləm gedir. Ən nifrət elədiyim şeydir. Çünki insan qalır belə. Düşünürsən. Ancaq özündən düşünürsən. Yəni gedib həmin adamdan soruşa bilmirsən ki, qardaş, ay bacım, ay canım, sən nə etməyə çalışırsan? Ay dostum. Ya yaxşı ol, ya pis ol. Qaşam, ya ağzıma, ya məni öldür, ya öldürmə də. Yəni belə, yəni net olun da. Yəni biraz net olun, yəni. Mən özümlə qarşı özümə də deyirəm bunları. Yəni net olmaq lazımdır. Bir insanı sevmədinsə deyirəm sevmirəm. Bir insandan xoşun gəlməsə xoşum gəlmir. Çox dinləyici tərəfəm bu arada. Əslində
məncə dinləyən tərəflər daha danışıcı insanlardır. Necə? Yəni biz insan ki sizi çox dinləyir, belədir. Heç bir komment bildirmədən sadəcə sizi dinləyirsə, deməli o insan da danışmaq istəyən insandır. Necə deyim, demirəm, siz qoymursunuz danışmağa. Amma içlərində bir yerdə demirəm, məsələn, özü ola bilər ki, öz seçim var ki, danışmaq istəmir. Amma içlərində bir yerdə o danışıcı bir insandır. Çox dinləyən insanlar bilmirəm, bu mənim teorimdir. Bu dəqiqə gördümlər uydurdum bu dəqiqə. Amma hə, elədir. Biraz özümü mahcup hiss edirəm, necə deyim, özümü belə hiss edirəm ki, cəmaatın görə nə qədər dərdi var, xəstəsi var, öləni var, atasının, anasına ayrı qalanı var, nə bilim, neçə illik sevgilisindən ayrılanı var, kimsə onu aldadıb ondan ayrılanı var. Yəni bunlar çox böyük dərdlərdir də. Yəni mən nə bilim, ən yaxınını itirəni var. Ətrafımda belə, yəni öz dostlarım, öz doğma dostlarım belə o qədər məndən daha pik dərdləri var ki, yəni məsələn düşünürəm, deyirəm ki, onlar buna necə başa çıxırlar. Yəni çünki mən başa çıxa bilmirəm. Adi kiçik bir şeylə belə, yəni çelişkidəyəm də belə gedib gələn. Amma mənim dostlarım dediyim şu an ağlımda bir insan nəzərdə tutmuşam. O insan baxsa mən biləcək zaten mən kimin söyləyirəm. Məsələn çox soyuqqanlıdır deyə düşünürəm. O qədər şey yaşadı, amma hələ də deyim ki, ayaqdadır, hələ də yəni şeydir, deyib gülür, yəni veclənmir deməzdim, vecləyir böyük ehtimal. Bəlkə də bizim bilmədiyimiz vaxtlarda, bəlkə də bizimlə danışmadığımız vaxtlarda çox üzülür, bəlkə də çox ağlayır. Mən ağlayıram və qızlara gedirəm ki, qızlar, mən Amma bəlkə də onlar ağlayır və mənə demir. Və mən özümü o qədər pis hiss edirəm bu şeyə görə. Əlimdə olmayan şeyə görə o qədər özümü pis hiss edirəm. Niyə pis hiss edirəm? Çünki elə bilirəm ki, mən həqiqətən də onlarla çox ilgilənmirəm və o qədər də şey olmuram da, dərdlərindən qaçmıram kimi. Əslində elə bir şey yoxdur. Özümdən əminəm. Yəni kimin dərdi olsa qaçacaq bir insanam. Sadəcə elə bilirəm ki, məsələn, tutaq ki, mən bu dəqiqə çox dərdli biriyəm, məsələn, gəlirəm, danışıram. Məsələn, onun dərdi var, o danışmır, deyir ki, ədəcə onun dərdlidir falan. İstəyirəm ki, o da mənə danışsın. Bilirsiniz necə? Çünki elə bilirəm ki, mənim o qədər dərdlərim ağır basır ki, o qədər görünməz bir şey olur ki, burada duvar olur da ki, adam o qədər yığdı. Da mən danışanda onu da görməyəcəkmiş kimi hiss eləməsinlər istəyirəm. Yəni, ona görə də özümü şey edirəm ki, ağla görürsən nəsə problemləri var. Yəni bu bir şey, bunu belə çox düşünürəm və həmin dostlarımın yanında 2-3 dənə dostum var onsuz. Yaxşı ki, ay Allah, çox dost, çoxluq boxluqdur uşaqlar. Çoxluqdan uzaq olun. Yanınızda 5 dənədən artıq dost olmasın, çalışın. Yəni yaxşı dost olsa nə alə, amma ki hər bir çoxluqda bir poxluq olur. Bax, mən sizə deyirəm bunu. Bax, mən 22 illik həyat təcrübəmdə sizə deyirəm ki, yəni 3 nəfərlə tanış, 4 nəfərlə tanış olmuşsunuz, 5 nəfərlə tanış olmuşsunuz. Onun içərisində bir nəfər belə çürüyü olur. Bu danılmazdır. Çünki bilmirəm, yəni nə deyə bilmirəm, nə deyil. Yəni hər kəs yaxşı ola bilməz. Hər kəs siz ola bilməz. Yəni hər kəs sizinlə eyni ola bilməz. Bəlkə də pissiz, bilmirəm. Qorxuram ki, bəzən onu hiss eləmərəm. Məsələn, bacımın bir dərdi olur, mən hiss eləmərəm, mən tuta bilmərəm. Öz-özünə çözməyə çalışır. Çözmə, mənə denən. Mən də çözə bilməsəm, oturub bir yerdə ağlayaraq ən azından da bilirsən necə, onu demək istəyirəm. Hətta yəni qorxuram ki, mən bilmərəm, özləri çözməyə çalışır. Nəysə də belə. Bugün gözəl. Mən bir də bunu son deyim, gedirəm. Mən bir də gün bitməmiş bir dənə şey gördüm. Deyir ki, gün bitəndə gecə başınızı yastığa qoyanda şey deyin. Sabah gözəl bir gün olacaq, sabah yaxşı bir şey işləyəcəm, əminəm. Bunu 2-3 dəfə təkrarlayın və yatın. Səhər duranda bugün yaxşı bir şey olacaq, yaxşı bir xəbər eşidəcəm, inanıram falan deyin. Çünki çox adam yanıma düşməyəcək, amma yenə də deyin. Olurmuş güya. Mənə də olmur. Mən bu gün yenə demişəm, görək nə olacaq bu gün. Hansı bir zibil açılacaq yenə başıma. Yox, elə demələm, iptal, evrimə mesaj göndərmə, əsla. Hər şey gözəl olacaq, hər şey yaxşı olacaq. Bu koftanı çox sevirəm. Bu koftanı random bir şəkildə, random bir yerdən almışdım. Pink Floyd'un köynəyi. Adi inşaatçıda butikdən almışdım. Yəni orada belə şeylər olmur axı çox vaxt. Daha başqa cür şeylər. Və bunun üstündə Pink Floyd şeyi də vardı, etiketi falan da vardı. Yəni bu bilmirəm hardan gətirib orada satmışdılar. Amma çox gözəl koftadır və əsla bunun üstündəki şey solmur. Sadəcə burada xlor ləkəsi falan var. Mən bunu rəng qoyanda saçıma istifadə edirəm. Amma bu çox qəşəng koftadır. Belə. Uşaqlar. Gedirəm. Mənə bol şans diləyim. Mən sizə bol şans diləyirəm. Həyatınızda uğurlar diləyirəm.
İnşallah hər zaman sizi sevən insanlarla çevrələnərsiniz. Çox önəmlidir. Düzgün insanlarla qarşılaşmaq, düzgün insanlarla bir yerdə olmaq, düzgün insanların ətrafımızda olması. Bu həyatda ən gözəl xeyir duadır. Bunu bilmirəm, bir dəfə demişəm ya yox. Dediyim sözlər yadımdan çıxıb, uşaqlar. İkinci dəfə də eşidirsinizsə, qulaq ardı edin, eşidin, dinləyin. Bəli. Öpürəm sizi. Onsuz da bu ehtimal bu video ortalarda olacaq. Biraz kesəcəm bunu, biraz... Nəysə, öpdüm. Başkasının koyduğu çocuklar büyüyüp zalim oldular. Yum buraya gözünden ama. Yumdan. Başka ne oyunlar bilirsen. Daha ona göre isterlerdi mırt vurmaya. Nasıl? Uşaqlıqda yıxıldın nana qılıb, çapıq elə qalıb üzündə. Hemen su içinde pastakan boyda. Ne koyuyorum? Doğa var da suyun neyinisə. Su da. Oradan stakan götür.